Dostlar, xoş gördük. Azad, salam. Aleyküm salam. Azadla gəlmişik bugün Koroğlu Bravo'nun arxa hissəsinə. Bura Koroğlu Bravo'nun parking ərazisidir. Biz niyə buradayıq? Çünki Zontesin yeni salonu buradadır, burada açılıbdır. Və içəridəki Zontesin yeni modellərindən sizi tanış eləyəcəyik. Bir-birindən gözəl modelləri var. Hamısını sizə çəkib göstərəcəm. Belə gördüyünüz kimi salon buradır. Yan tərəfində də servis xidməti olacaq. Düzdür, indi yenidir deyə müəyyən çatışmamazlıqlar var, amma hamısı aradan qalxacaq. Gördüyünüz kimi müasir halətlərlə də təmin olunubdur. Keçək indi salona, salonun içində sizə məlumat verəcək. Maşallah, elə ki, sizlə bir yerdə girdik içəri. Girən kimi sağ tərəfdə gəmilər var. Mən bunlara gəmi deyirəm. Çünki ola bilər görüntü bu, siz baxırsınız, balaca görsəniz. Amma çox böyükdür, sizə deyim ki. Deməli, Zontesin E368 modeli, 2 rəngi və K modeli var. Qara birdən Nardo biri. Üst plan qiymətdən bir dəninə 10.700, 11.200 qiymətlər. 11.200 K. Onu dəqiq şifrəsində yazarı, amma dəqiq E modeli. Belə 10.700, 11.200 civarındadır ikisindən biri. Yəni ki, indi texniki göstəricilər barədə danışanda deyəsiz ki, həqiqətən bu qiymətə dəyər. Bir də indi o birisi bu modellər haqqında bizə məlumat verir. Zontesin hansı modelidir bu? C200-dir, bir də C201-dir. 6700-ədir, 2 cürədir, bir də 6900-ədir. Bəs fərq olaraq nədir? Fərqi rəng, bir də arxa quyruqlarda fərq var. Ha, deməli belə. Biri arxa quyruğu uzundur. Arxa quyruğu belə uzundur. Digər modelində isə boz modellərdə stop hələ bir stənkanın üstündədir. Aha. Arxa brizqavitlə. Və krilo düşür təkərin üstündə və sol birisində də elədir. Hə, bunda krilo təkərin üstündədir, qəşəng. Stop orada da arxadadır. Arxada hava belə qəşəng. Sonra bu mən əvvəl sürdüyüm model olur. GK200-dür, adi disk 7200-ədir, spitsalı 7400-ədir. Və buna deyim ki, bu zavoddur, bu disk qoruma üstündə zavod uşaqlar. Dəyişiklik sizenkası dəyişilib, uzun sizenka qoyulub. Və pirbor dəyişir. Motor da təzədir. Açarsız daxil olmadı da bunlar. Hamısı pult. Və ümumi işıqlandırmalar da LED-dir. Belə biz bunlar haqqında səhərə qədər məlumat verə bilərik. Sizə sadəcə olaraq gəlib baxmağınızı belə şiddətlə tövsiyə edirəm. Bildiyiniz kimi bu aksesuarların hamısı zavoddur, bu duqalar zat. Sonra keçdik. Yusif bizə bu racinglər barədə məlumat 703 LR modelidir. Zontesin 703 LR modeli. Hər bir detalı orijinal Brembo əyləşməkləri, bəli. Marzocchini amortizatorlarda arxa qapaq İtalyan brendi. Sonra alüminium bütün ramadır. Bəli. Svarkasız, litoy. Oyda da hətta. Təkərlər də yaxından göstərsəm Michelin GP2-dir. Michelin Power GP2, yəni ki, konkretlə deyirsən dırnaq izindən kimi qoyur. Bəli, bu o demək ki, virajda yapışır, asfalt sən qucaqladın, sən asfaltı yox, təkər asfaltı. 699 kubdur, 95 at gücüdür, maksimal sürətdə hardasa 250 km-dir. Bax, bəs eləyir də. Yeri gəlmişsə kameralar var ha bunlara. Bunlara kamera ekranda var, amma ki, əlavə aksesuar kimi alıb qoşa bilərsən, üstündə gəlmiş. Bunların qiymətini dedi, yoxsa 15.900-dür qiyməti. Eşidirsən də azaq qiymətləri. Bu GK350-də. GK350, 350 kub, 42 at gücü. Və qiyməti? Qiyməti 9000-dir. Müqayisə eləyəndə o birisi motosikletlərlə, yəni ki, eyni qiyməti olub, amma bu göstəricilər olmayanlardan həqiqətən havaya gəlib düşür. Enli diskdir. Bəli, spesial disklərlə. Ay, burada nə var? Zontes S350. Zontes S350 modeli. 350 kub, 42 at gücü. Köhnə Zontes klasikən hələ bir müasir variantıdır, bəli. Bunlarda hamısında həm yağ radiatoru var, həm antifriz radiatoru var. İkili də. Və oradan görsət. Altda görürsən, altda orada yağ radiatorudur, üstdə də antifriz. Radiator şotkası da üstündədir, hazır. Bəli. Bir də VX 350 modeli. Sport Touring. Tək maşalı, qabaqda X modeli Touring kimi yolub.
Yan çantaları da bağladın. Çıxdın dünya turuna. Mənə bax, xırda detallar həmişə ləzzət eləyir. Bu sənin işin burada şeylənir də. Əsas məsələ budur. Bəli, gəldik bura yolların şahını göstərməyə. 703 Adventure. Arxa qabaq kameraları var. 5 kamer təkərlər. Bunlar da Michelin olmalıdır. Bunlar yazsanır. Kameraların üstünə elədi bağlayıblar. Michelin anaki adı Adventure. Michelin təkərlərdir. Full aksesuarlıdır, yəni zavod üstündə. Traction controldur, quick shifter'dır, elə onları yadına çıxdı deməyə. 700 kubuklarda var. Yeri gəlmişkən mən o Maxxis kutuları özüm üçün çəkəndə o deməmişdim. İndi o əlavə edəcəm videoma. Traction control, quick shifter, əl qızdırıcısı. Oyda o. Yoxdur da. Əlavə LED işıqlar. Bəli. Traction controlda elə ki, yağışlı havada, qumlu yolda təkərin boş fırlanmasını önləyən sistemdir. Rejim də EcoSportdur, belə standart rejimlərdən ekonom sportdur. Burada indi təmir işləri tam bitməyibdir. Əlavə aksesuarlar da olacaq, sonra geyimlər də olacaq. Və düzü Yusuf, bunları özümdən demək. Hər şey olacaq. Aksesuarlar, kaskalar, geyimlər. Bəli. Bu 368 modellərində də yer gəlmişən TCS var. Bayaq mən o telefonla çəkəndə deməmişdim. Bunlar da 368 kubdur, hardasa 39 at gücüdür, 40 Nm torku var. Ön patpreslər elektron tənzimlənir, düşüb qalxır düymə vasitəsilə. Əl qızdırıcılar var. Rul qızdırıcısı da var. Bir dənə zəhmət olmasa açaq onun bagajını da göstərək Yusuf. Bu Maxxis skuterları mən sevirəm də. Bu o ekrana da çək. Tənbəl adam deməyim, yəni ki, istəmir zəncir zat təmizləsin, onlara xitab edən modellərdir bunlar. Salamladıq. Əla. Düyməni sıxdıq, oturacaq, qalxdı. Belə bu. Burada bir dənə full face yerləşir. Burada yarımçıq jet kaskalar yerləşir. Açarıdır. İşıqlandırma. Akkumulyator zərifkasıdır. Burada oturmuşaydı. Nömrə qadır. Yəni ki, çox şeydən ön cibləri də bir dənə açaq sənə zəhmət. Ön cibə elə bir litr yarımlıq sok girirlər bura. Dodge mühərrikdir, yer gəlmişən dostlar. Elektron sistemdə hamısı boşa məxsusdur. Yanacaq çənin tutumu 17 litrdir. 95 ilə sürürsünüz. Ortalama belə deyək də, normal sürüşdə də 3,5 yanacaq yandıracaq. Sən həyatsan da, sən həvəl. Bəli. Kamaz şoförü. Gəlməz. Azal. Çox hoşum gəldi ondan. Maxxis kutu. Çox hoşum gəldi. Səni təmsil edir. Mən tələsirəm, mən getdim. Bu əsl mənim kasıb malımdır. Sumkamla üzülü hesab edin, tənbələm deyə. Oturaq belə, otururlar da hənər. Da buruqmandan sonra oyda, ana. Orta ayaqlıqdadır deyə allada bilər görüntüsü ki, ayağı yerə çatmır. Amma yerdən hündürlüyü 70 santimdir deyə ponla ayağınız yerə çatmır. Bu atasız kodlanmadır, hə? Bəli. Çox qəşəngdir, anar. Adam özün gəmidə hiss edir həqiqətən. Özdə azad, bu boyda vəd olunan, bu boyda üstündə aksesuar vəd olunan deyəndə artıq üzərinə təhkim olunub və yığılıb kamerasıdır, nə bilim, rul qızdırıcılardır. Bu boyda həyatdan mən götürüb, bu boyda texnologiya ilə bu qiymətə doğrudan havaydı. Neçə idi bunun qiyməti? 10.700. Burada elə ki, hansınsa arasında bir 500-600 fərq olmalıdır. Yəqin ki, hər hansı bir xırda detallar var ki, ona görə qiymət dəyişsin. Bəli. Elə o xırda detallar demişkən, burada görürsünüz ki, onda da var bel dayama, amma bunda elə ki, bir əlavə aksesuar kimi var və onda olmayan, bunda olan bir də o belə şey var ki, məsələn, yetərsiz, düşünürsünüz ki, yetərsizdir də bu bagaja, amma ki, yetərsiz demək ağlasızlıqdır ya, zat buna yetərsiz demək. Bəzən bagaj lazım olur. Deyək ki, çatmadı, bura bir dənə tapkes bağlamaq olur. Təkərlərin ölçüsü də arxa 14-dür, qabaq isə 15-dir. Ona görə oradan ki, bir razmer ona görə yeyiblər ki, bagaja görədir.
Gəlin dostlar, Zontesə baxın. Amma ana bu da Mən bu da Zontes qəşəngdir. modeli istifadə eləmişəm deyə rahatçılığını sizə tövsiyə edə bilirəm. Yəni ki, şiddətlə hətta tövsiyə edirəm. Bu da qəşəngdir. Bu da qəşəngdir. Bu mənim əsl boyuma uyğun. Bax desəniz, bir budur. Bu həqiqətən mənim boyuma uyğundur. Ayağın yerə çatacaq. Çox ayağım yerə çatır. Otursam, göstərsəm sizə, baxın, yəni mən boyum 1.67-dir də. Hələ. Öz ayağım tam çatır yerə. Padoksdadır deyə hələ biraz hündür sayılır ha. Onunla belə Azadın ayaqları Bu pon çatır. yerdədir. Bu çox idealdır. Bir də ən xoşladım. Qiymətləri də möhtəşəm idi. xoşladığım budur. Qiymətlər barəsində danışdı, gördünüz də necə Azad. Bir də xoşladığım sözü balla kəsim. Bəli. Çox qəşəngdir bu. Bəli, yəni ki, bu o bayaq sayda qiymətlərin 6000-dən neçədir deyə şok idi o qiymətlər. Bu hansı markaya oxşayır? Harley. Ha, Bəli, Harley-yə xatırladı. Bunu buradan silib Harley yazsam. Bilməcəyə qədər də çox qəşəngdir. Yəni ki, yenə deyirəm dostlar, gəlməz. O burada bir dənə cins gödəkçə var. Xüsusi motosiklet geyimidir, qoruyucuları da üzərindədir. Bax, necə ki, məndə cins şalvar qoruyuculudur. Bir dənə bununla geyindim onu, dəst, bomba kimi. İndi bura yenidir, inşallah bütün aksesuarlarında geyimdir, ehtiyat hissələrdir. Hal-hazırda var, rasxodniklər var, yəni ki, yağ filtridir, yəni bir nakladkada bunlar var. Yəni qlobal lazım olacaq hissələr, onlar növbəti partiyaya gələcək. Mənim buradan heç bir gözləntim yoxdur, heç bir reklam xarakteri yoxdur. Sadəcə olaraq mən bunu istifadə eləmişəm deyə ona görə sizə tövsiyə edirəm ki, mütləq gəlin.